Gəncədə 18 yaşlı Elgün İbrahimovun faciəli ölümü Azərbaycan hüquq mühafizə orqanlarını ləkələmək üçün fürsət axtaran şəbəkəni fəallaşdırıb. Hadisənin istintaqının davam etməsinə baxmayaraq, Qaragüruh şəbəkəsi artıq qondarma nəticələr çıxarır, kimləri isə ittiham edir, hadisə ətrafında ajitaj yaratmağa çalışır. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri, blogerlər, teleaparıcılar da bu təxribata uyur. Dolayısıyla hüquq mühafizə orqanlarına, xüsusilə ölkədə ictimai təhlükəsizliyin təminatçısı olan və elə buna görə də Qaragüruhun vaxtaşırı qarayaxması ilə üzləşən Azərbaycan polisinə qarşı aparılan kampaniyada iştirak edirlər. Sosial şəbəkələrdə like toplamaq mərəzinə tutulan bu bloger və aparıcılar özləri istəmədən də olsa qarayaxma kampaniyasının iştirakçılarıdırlar. Xatırladaq ki, hadisə mayın 12-sində baş verib. Elə həmin gün 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb. İş üzrə daxili işlər orqanları ilə birgə zəruri və təxirə salınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. Habelə hadisənin bütün halları, səbəbləri və mexanizmi tam, hərtərəfli və obyektiv şəkildə araşdırılması məqsədi ilə zəruri ekspertizalar təyin edilib. Ekspertizanın nəticəsi məlum olmadan bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, istintaqın hazırki mərhələsində müəyyən edilmiş hallarla ziddiyyət təşkil edən, o cümlədən zərər çəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarət izlərinin yeri, sayı, xarakteri və mənşəyi, o cümlədən bu xəsarətlərin hansı şəraitdə baş verdiyinə dair reallığı əks etdirməyən məlumatlar yer alır. Belə əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı, ictimaiyyətdə süni ajiotaja səbəb olur. Cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilmiş ilkin sübutlar əsasında bütün mümkün versiyalar, o cümlədən intihar, ehtiyatsızlıqdan ölümə səbəb olma, habelə şəxsin yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi yoxlanılır. Lakin sosial şəbəkə layıqbazları artıq dırnaqarası nəticəyə gəliblər və istintaq hərəkətlərinin bitməsini gözləmədən əsassız iddialar səsləndirirlər. Nəzərə almadan ki, istintaq aparılan dövrdə cinayət işləri üzrə məlumatların yayılması yalnız rəsmi dövlət qurumlarının təsdiqlədiyi informasiyalar əsasında aparılmalı, xüsusilə cəmiyyətin həssaslıqla yanaşdığı məsələlərdə məsuliyyətli və qanuna uyğun davranılmalıdır. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Bəhruz Məhərrəmov hesab edir ki, istintaq orqanı belə iddialar səsləndirən şəxsləri prosesə daxil etməli və istinad etdikləri sübutlarla maraqlanmalıdır. Bu məsələnin aydınlığa qovuşması müvafiq əməli törədən yaxud bu əməldə bu və ya digər formada hər hansı şəkildə təqsir olan hər kəsin aşkarlanmasında istənilən vətəndaşından, istənilən sosial media istifadəçisindən daha çox hüquq mühafizə orqanları maraqlıdır. Və bu mənada biz hüquq mühafizə orqanlarının işinə maneçilik törədən bəyanatlardan, çağırışlardan çəkinməliyik. Çox təəssüflər olsun ki, bir sıra hallarda bu çağırışlar sosial media çirkabında yayılan bu kimi məlumatlar məqsədli xarakter daşıyır. Bilirsiniz ki, Azərbaycanda ictimai siyasi sabitliyin, eyni zamanda təhlükəsizlik adasına çevrilmiş ölkəmizdəki bu ab-havanın pozulması istiqamətində çox sayılı cəhdlər var və ilk istiqamətdə də bu sahədə hədəfə alınan adətən hüquq mühafizə orqanları, xüsusən Azərbaycan polisi olur. Və bu prosesdə alətə çevrilmək və adi şəkilən cinayət işi üzrə bu kimi nüanslardan da xüsusi istifadə məhz ilk növbədə ölkədə daxili sabitliyin pozulmasına yönələn çox sayılı cəhdlərdən biri kimi qiymətləndirilməlidir. Mən burada başqa bir məqamı da qeyd etmək istəyirəm. Azərbaycan Cinayət Prosessual Qanunvericiliyinin 46-cı maddəsinə görə cinayət işinin başlanması üçün səbəblərdən biri mediada yayılan məlumatlardır. Bu mənada mən hüquq mühafizə orqanlarını o sosial mediada məlumatlı şəxs kimi hadisə barədə biliyi olan, şahid az qala qismində çıxış edən şəxslərin hər birini bu cinayət təqibində bu və ya digər statusda prosesə cəlb etməyə çağırıram və onlar gəlsinlər, açıqlasınlar, görək nə məlumatları var, nəyə əsasən belə danışırlar. Bu ancaq və ancaq hüquq mühafizə orqanlarının işinə yardım olar. Əks halda deyilənlərin hər biri Azərbaycanda hüquq mühafizə orqanlarının, xüsusən polisin nüfuzunu zədələməyə, beləliklə də ölkədə ictimai siyasi durumu, sabitliyi, təhlükəsiz mühiti sarsıtmağa yönələn addım kimi qiymətləndirilməlidir. Hətta bəzi sosial şəbəkə istifadəçiləri yalan məlumatlar yayırlar ki,
Güya cinayətkar aləmə aid şəxslərdən kimsə gizləndiyi xarici ölkədən Gəncəyə gəlib və hadisə ilə bağlı araşdırma aparır. Lakin Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncədə də polis hər an asayişin keşiyindədir, peşəkardır və kriminal aləmdən kimlərinsə Gəncəyə nəzarətsiz gəlməsi mümkün deyil.